Sabah zirə qalıb. Sabah zirə maçında tərəflər hərəyə bir qol və bir xalla kifayətləndilər. Berezutski düşünür ki, ədalətli nəticə deyildi. Rəşad Sadıqov düşünür ki, 1-1 elə görüşün elə əsl ədalətli nəticəsi 1-1 olmalı idi. Qarşılaşmada Segidikanın baxımlı qolu var idi. David Volkov ikinci yarıda oyuna qoşuldu və zirəni məğlubiyyətdən xilas etdi. Düzdür, Şafrankonun da qolu var idi, amma ofsayd səbəbilə həmin o qol sayılmamışdı. Bu maç barədə nə demək olar? Fikirlərimizi tamamlayaq və sonra keçək milli komandanın heyətinə. Halik, nə deyə bilərsən bu oyun barəsində? Berezutski hakim qərarlarına da toxunub. Çox qəribə, maraqlı hakim qərarları var idi. Məncə oyun Zirənin üstünlüyü ilə keçdi və mən Berezutski ilə razılaşmazdım burada. Yəni Zirə məncə daha layiq idi qələbəyə. Onsuz da Zirə sənin sözünə qüvvət. Bu dəqiqə hal-hazırda podyumdadır. Yüksəlişdədir. Oyunlar da məsələn maşallah olsun, bu qələbələr qazanır, heç eləyir o seriyadılar. Seriyanı elə bil qırıblar. Sənin sözünə qüvvət. Yəni oyun baxımından da sən vurğuladığın kimi düzdür, hesabda geridə düşməyinə baxmayaraq birinci Sekidik açır hesabda o oyunda hesabı. Amma ona baxmayaraq David Volkov yenə də o palışka vurur, çalışqar olub da o. Haçan baxırsan, ola bilər 90 dəqiqə ərzində heç meydançada görsənməsin. Yəni futbolçunun, hücumçunun qol duyumu deyilən bir şey var. O vaxt Rıdvan Nistelrooy zad var idi. PlayStation-da zadda oynayanda da vururduq qapıya, tınq gəlirdi, düşürdü bunun qabağına, paftorda boş qapıya vururdu. Mario Jardel. Nə bilim, kimləri yox idi. Yəni bu adam özü İnzagi offside idi. İnzagi Offside də deyildi. offside xəttini güdürdü da qaqa. Nagrani offside oynuyordu. Offside deyirdi ona. İnzagi даже родился в offside. 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 İndi var sistemi var. Görürmü girib offside-da gözləyə bilər. Variant yox. Yəni onun istiri oydu da. İnzagi sənin xalın oğludur. Nə deyir? Cidden röş əsəbləşirsən. Necə yəni sən bayaqdan zloy gəlmisən, qardaş, səhər tezdən gələndən Berezutski daha çox hakimlikdən danışıb. Efir bağlansın, mən vəziyyətdən qapımıza qol sənə vuruldu. söhbət eləyəcəm. Standart vəziyyətdən qapımıza qol vuruldu. Heç orada standart vəziyyət də yox idi. Yəni cərimə İstiraf da yox idi. Hakim qərarlarından deyir, onu deyə bilərəm ki, sual veriblər ki, hakimlərin səhvində xüsusi səbəb var, yəni burada nəsə bir şey axtarmaq lazımdır. Deyib, yox, sadəcə mən şərh verirəm, əlavə nələrsə demək istəmirəm. Və indi yaxşı, tutaq ki, bax, sudya qərar verdi, qardaş, düzdür. Həmin qərarda tutaq ki, cərimə zərbəsi təyin elədi. Cərimə zərbəsindən də iştiraf saxladı, məsələn, cərimə zərbəsindən qaldırdılar, başdan qol vurdular. Oyun bərpa olunubsa, outdan, cərimə zərbəsindən, kornerdən artıq oyun davam eləyir demək. Onun bir dənə dəyişən nə bilər? 3 aydan sonra baxa deyə bilərlər ki, orada qol dövrü idi. Söhbətdə dəyişə bilərlər. Kaz başçısı orada belənsinəymiş. Ya bunu zarafat üçün deyirəm. Yəni, hakimlərimiz yaxşı işləyir. Kiməsə tərəf qərəzdir, kiməsə tərəf və yaxud da kərəfkeş deyilir, kiməsə simpatiya göstərir və yaxud da nəsə. Onlar da insanlar, onlar da nəsə səhvlər yola verə bilirlər. Səhvsiz mümkün deyil də, yəni kimsə. Beynəlxalq oyunlara da baxsaq, Liga çempionu oyunlarına da baxsaq, görürsən ki, nəsə hakimlər səhv edirlər. Sadəcə olaraq var da, köməkçilər də, o birisilər də daha da tam məsuliyyətli olmalıdırlar. Bilmirəm, indi bu çempionatın bu dəqiqə elə ərəfəsidir ki, Avroliqa uğrunda mübarizələr gedir. Adi bir dənə verdiyin o qərarda hansında ki, sən ola bilər ki, səhv qərar verəsən, sonradan fikirləşirsən ki, ayda, orada da, oradan da heç iştiraf yox idi, mən verdim, amma qaldırdılar, qol vurdular. Və gəlib sənin komandan da nəticəsində, oyunun nəticəsində təsir edə biləcək bir səhvdirsə, yəni çalışıb o momentləri də yola verməlidir. Yəni, Sabah yeri gəlmişkən 14-cü dəfə sülh bağladı rəqibləri ilə və bu gedişlə deyəsən mövsümün sonuna qədər öz rekordunu da təkrarlayacaq və Azərbaycan futbolunda bir ilkə nail olacaq heçişələrin sayı baxımından. Neftçi 2009-2010-cu il mövsümündə, Bakı 3 il sonra 14 dəfə rəqibləri ilə sülh bağlamışdı. Zirə də 28 turdan ibarət 2020-2021-ci illər mövsümündə 14 bərabərliyə razılaşıb. Amma indiki mövcud reqlamentdə Sabahın
hələ bir dövrənin olduğunu nəzərə alsaq, daha çox heç Rahat eləyəcəyini şəkildə də oynayacaq. düşünmək olar. Və keçək bir tərəfdən də Sabahı mən alqışlamaq istəyirəm, Sabah klubunu. Akademiyada ingilis dili tədris olunacaq. Deməli, Sabah klubu və EduMax Akademiya şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. Sabahın U11, U12, U13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil olunacaq. Gözəl. Maşallah. Yaxşıdır əlbəttə. Gözəl. Yaxşı bir Yaxşı Gözəl təşəbbüsdür. qardaş. Çünki Təşəbbüsdür, əla. Alqışlayırıq. İsmail, bax o uşaqlarımız var da, o Sabah ümumiyyətcə özü şey eləyir. Bütün o respublikada qaymaq uşaqlar hardakı var, götürürlər özlərinə, komandalarına, qardaş. Bunların gündə 3 dəfə, 4 dəfə propitaniyasıdır, yeməyidir. Saxlayırlar oteldə, Halik. 4 ulduzlu oteldə. Bu hardadır? Sabahda. Hı. Sabahın akademiyasının uşaqları. Bunlar gedirlər avtobusdan səhər-səhər dərsinə. Dərsdən götürdülər, gəldilər otelə. Abedlərini elədilər, çörəklərini yedilər, yatdılar, durdular, gəldilər məşqə. Avtobus bunları apardı. Bildiyin yəni ki, yüksək səviyyədə nə lazımdırsa bütün hər şey görülür. Və bizim də bu balaca yaş qruplarımızda 11, 12, 9, 13 yaşlı uşaqlar, o qaymaq uşaqları hansı ki göndərirlər ha, ölkə xaricinə çempionat, beynəlxalq turnirlərə də gedirlər. Sabahların bəlkə Sabahın hansısa bir 13 yaşlı uşağını bəlkə Everton çağıracaq. O vaxt Araz Abdullayev apardır ki. İngilis Yo, Aras kimi divə də, Aras kimi apardılar, oynatmadılar, gəldilər. Oynatmadılar, əsas odur getdi o Everton ayağını bastı ora. çempionatında oynadı. İndi hər nədə indi nə oldu, Everton qisməti nasıl? gətirmədi, oynaya bilmədi, düşə bilmədi, nə zəif oldu. David güclü oldu. Moyes Everton. Söhbət ondan gedir ki, yəni bu dil ondan ötürüdür ki, həmi bu Sabah gələcəkdə öz klubunda oynayanda hansısa bir legioner komandası orada olanda ki, qaydanda ki, ha, how are you? Bu da qayıdıb deməsin. Sağlığın, ha, qadan, mən də yaxşıyam, sən nətərsən, ha? Belə deməsin. Ya ben yaxudakı necəsən, nətərsən? Yəni xaricə də getdiyi halda hansısa bir akademiyaya göndərəndə, nə bilim gedib orada 3 aylıq, 5 aylıq müəllim orada nəsə Yılmazın stand-up'ı var idi. Dil bilənlə dil bilməyən arasında vasitəçi rol oynayır. Mənə kömək elə. Söhbət ondan gedir ki, yəni bu xaricə də gedəndə orada hansısa bir məşqçi sənə taktiki baxımdan nəsə Yo, alqışlayırıq, yaxşı təşəbbüs. Amma ingilis dilini bilməlidir. Qabaq məktəblərdə, mən özüm ingilis dilini məktəbimdə öyrənmişəm.